Salam əziz dostlar. Bugün səma susaraq danışır. Ulduzlar isə görünməyən işarələri gizlədir. Hər gün yeni bir səhifədir. Hər his isə iç dünyanızın gizli xəritəsidir. Siz indi sadə bir gün deyil, daxilinizdəki dünyanı açan kiçik bir hekayəyə daxil olursunuz. Diqqətli olun. Bəzi sözlər sizi düşündürəcək, bazıları isə içinizi oyadacaq. Koç burcu. Bugün adi günlərdən biri olmayacaq. Ətrafınızdakı insanlar sizin güclü xarakterinizə və iradənizə hayranlıqla baxırlar. Lakin bugün kimsə sizin dəstəyinizə ehtiyac duya bilər. Edəcəyiniz kiçik bir yaxşılıq gələcəkdə gözləmədiyiniz şəkildə qarşınıza çıxacaq. Ona görə də yalnız öz maraqlarınızı deyil, başqalarını da düşünmək faydalı olacaq. Maddi məsələlərdə xoş xəbərlər görünür. Xüsusilə ailədən və ya yaşca böyük qohumlardan dəstək alma ehtimalınız yüksəkdir. Gözləmədiyiniz bir təklif və ya kömək maliyyə vəziyyətinizi rahatlaşdıra bilər. Bu fürsətdə diqqətlə qiymətləndirin. Ev daxilində uzun müddətdir həll olunmayan məsələlər bugün yoluna düşə bilər. İnsanlar sizin sözünüzə daha çox qulaq asacaqlar. Düzgün zamanda deyilən bir fikir ailədəki gərginliyi azalda bilər. Sevgi həyatında maraqlı hadisələr yaşana bilər. Kiminsə sizə qarşı hissləri daha açıq görünəcək. Münasibətdə olan koçlar isə tərəfdaşlarından gözlənilməz diqqət və istilik görə bilərlər. Bugün deyilən sözlər münasibətləri daha da yaxşılandıracaq. İş həyatında zəhmətiniz diqqətdən kənarda qalmayacaq. Uzun müddətdir göstərdiyiniz səylərin nəticəsi görünməyə başlayır. Haqqınızda xoş sözləri eşitmək mümkündür. Özünüzü göstərməkdən çəkinməyin. Rəqabətli mühitdə üstünlük sizin tərəfinizdədir. Başqalarının tərəddüd etdiyi anda siz qərarlı addım atacaqsınız. Bu da sizi uğura bir addım daha yaxınlaşdıracaq. Əgər son günlər özünüzü bəxtsiz hesab edirsinizsə, bugün fikriniz dəyişə bilər. Kiçik bir xəbər, gözlənilməz görüş və ya xoş bir söhbət sizi yenidən motivasiya verəcək. Bəzən xoşbəxtlik böyük hadisələrlə deyil, kiçik sürprizlərlə gəlir. Bugün həmin günlərdən biri ola bilər. Boğa burcu. Bugün həyat sizdən tələsməyi deyil, düzgün addımlar atmağı tələb edir. Ətrafınızdakı insanlar sürətlə hərəkət etməyə çalışsalar da, sizin səbirli davranışınız daha uğurlu nəticə verəcək. Hər şey öz vaxtında baş verəcək. Səhər saatlarından etibarən özünüzü daha enerjili hiss edə bilərsiniz. Uzun müddətdir yarımçıq qalan işləri tamamlamaq üçün əlverişli gündür. Bugün başladığınız iş yaxın zamanda sizə fayda gətirə bilər. Maddi məsələlərdə müsbət dəyişikliklər görünür. İş axtaran boğalar üçün maraqlı fürsət yarana bilər. Gözlənilməz zəng, görüş və ya təklif gəlir vəziyyətinizi yaxşılaşdıra bilər. Ona görə də gün ərzində diqqətli olun. Sevgi həyatında sakit, amma dərin hisslər ön plandadır. Böyük sözlərdən daha çox kiçik jestlər və səmimi münasibətlər əhəmiyyət qazanacaq. Kiminsə baxışı və ya sadə söhbəti qəlbinizdə iz buraxa bilər. Bugün təbii olmaq sizə üstünlük qazandıracaq. Dostlarla bağlı xoş hadisələr də mümkündür. Axşam saatlarında maraqlı plan və ya gözlənilməz görüş əhvalınızı yüksəldə bilər. Uzun müddətdir hiss etmədiyiniz rahatlıq hissini yaşaya bilərsiniz. Ailə daxilində bəzi kiçik narazılıqlar yarana bilər. Xərclər və ya gündəlik işlərlə bağlı fikir ayrılığı mümkündür. Ancaq sakit qalsanız vəziyyət tezliklə düzələcək. Sağlamlığınıza diqqət yetirin. Böyün, çiyin və gözlərdə yorğunluq hiss oluna bilər. Açıq havada vaxt keçirmək və təbiətlə təmasda olmaq sizə yaxşı təsir göstərəcək. Bu günün əsas mesajı budur. Başqalarının sürəti sizi narahat etməsin. Öz yolunuzla irəliləyin. Yavaş görünən addımlar belə sizi uğura daha yaxınlaşdıracaq. Əkizlər burcu. Bugün sizə hərəkətli və maraqlı hadisələrlə dolu bir gün gözləyir. Cədvalınız sıx olsa da enerjiniz yüksək olacaq. Ətrafınızdakı insanlar yorulduğunuzu düşünsələr də, siz bir çox işi eyni anda idarə etməyi bacaracaqsınız. Maddi məsələlərdə xoş sürprizlər mümkündür. Gözlənilməz gəlir, əlavə qazanc və ya uzun müddətdir gözlədiyiniz pulun gəlməsi ehtimalı var. Ancaq bugün paylaşmaq və yaxşılıq etmək sizə mənəvi rahatlıq gətirəcək. Kiçik bir xeyirxahlıq belə gününüzü dəyişə bilər.
Dostlar və ailə üzvləri sizə xüsusi dəstək göstərəcəklər. Onların dediyi bir söz belə sizə motivasiya verə bilər. Uzun müddətdir danışmadığınız biri ilə söhbət etmək də mümkündür. Sevgi həyatında romantik enerji güclənir. Səmimi söhbətlər münasibətləri yaxınlaşdıracaq. Əgər həyatınızda biri varsa, birlikdə keçirdiyiniz vaxt yadda qalan anlara çevrilə bilər. Subay əkizlər üçün isə maraqlı tanışlıq ehtimalı yüksəkdir. İş həyatında əməkdaşlıq məsələlərində diqqətli olmaq lazımdır. Hər təklif ilk baxışda göründüyü qədər sərfəli olmaya bilər. Sənədləri və razılaşmaları diqqətlə yoxlayın. Bugün ağıllı qərarlar gələcək uğurların əsasını qoya bilər. Axşam saatlarında telefon və sosial şəbəkələrə həddindən artıq vaxt ayırmamağa çalışın. Real həyatda sizi sevən insanlarla keçirdiyiniz anlar daha dəyərli olacaq. Günün ən gözəl hissəsi isə axşam ola bilər. Sakit bir söhbət, xoş bir görüş və ya ailə ilə keçirdiyiniz vaxt qəlbinizə rahatlıq gətirəcək. Bugün xoşbəxtliyin əslində çox sadə şeylərdə gizləndiyini anlayacaqsınız. Xərçəng burcu. Bugün hissləriniz və intuisiya gücünüz həmişəkindən daha güclü olacaq. Başqalarının görmədiyi detalları sizə asanlıqla hiss edə bilərsiniz. Ona görə də vacib qərarlar verərkən yalnız mantıqa deyil, daxili səsinizə də qulaq asın. Gün ərzində kiçik görünən hadisələr sonradan böyük əhəmiyyət qazana bilər. Gözlənilməz bir zəng, qısa söhbət və ya təsadüfi görüş gələcək planlarınıza təsir edə bilər. Bu səbəbdən diqqətli olun. Maliyyə məsələlərində ehtiyatlı davranmaq tövsiyə olunur. Xüsusilə borc vermək və ya kiminsə maliyyə problemini həll etməyə çalışmaq riskli ola bilər. Hər kəs sizin qədər məsuliyyətli olmaya bilər. Sevgi həyatında emosiyalar güclənir. Qarşınızdakı insanın hisslərini daha yaxşı anlayacaqsınız. Ancaq həddindən artıq həssaslıq bəzi anlaşılmazlıqlara səbəb ola bilər. Sakit və səmimi davranmaq münasibətlərə müsbət təsir göstərəcək. İş həyatında səbir vacibdir. Nəticələr dərhal görünməsə də atdığınız addımlar gələcək uğurlar üçün möhkəm təməl yaradır. Tələsmədən və planlı şəkildə hərəkət etmək daha faydalı olacaq. Ailə daxilində xərclərlə bağlı kiçik fikir ayrılıqları mümkündür. Lakin anlayışlı yanaşma ilə bu problemləri asanlıqla həll etmək olar. Axşam saatları isə istirahət üçün idealdır. Rahat mühit, sevdiyiniz insanlar və sakit söhbətlər sizə daxili rahatlıq gətirəcək. Bugün anlayacaqsınız ki, həyatdakı ən böyük dəyişikliklər bəzən ən kiçik addımlarla başlayır. Şir burcu. Bugün insanlarla ünsiyyətdən çəkinməyiniz sizin içinizdə narahatlıq yarada bilər. Amma bu vəziyyət sizin öz əlinizdədir. Özünüzə inam artdıqca hər şey daha rahat görünəcək. Pul mövzusunda dəyişikliklər var. Gəlir arta bilər, amma xərclər də çoxala bilər. Buna görə planlı hərəkət etməyiniz vacibdir. Dostlarınız ehtiyac olanda yanınızda olacaq. Sizi tək buraxmayacaqlar. Gözlənilməz diqqət qazana bilərsiniz. İnsanlar sizə daha çox fərq edəcək. Qarşı cins sizin enerjinizə tez reaksiya verə bilər və bu diqqət cəlb edəcək. İş mühitində hər şey plan kimi getməyə bilər. Çətinliklər sizi gücləndirəcək. Vaxt ən dəyərli şeydir. Onu düzgün istifadə etmək lazımdır. Həyatda elastik olmaq vacibdir. Sərtlik əvəzinə axına uyğun hərəkət edin. Ailə ilə vaxt keçirmək sizə sakitlik verəcək. Yaxınlarınızın dəstəyi hiss olunacaq. Sizin yanınızda olan insan zəif tərəflərinizi anlayacaq və sizə güc verəcək. Bugün hisslər güclü olacaq. Xırda işarələri tez anlayacaqsınız. Köhnə mövzular yenidən ortaya çıxa bilər. Amma bu onları həll etmək fürsətidir. Qararlar gələcəyinizə təsir edəcək. Tələsməyin. Keyfiyyət hər zaman önəmlidir. Tələsik işlər fayda verməz. Bunu unutmayın. Sağlamlıq baxımından özünüzü yormayın. Bədən istirahət istəyir. Özünüzə qarşı yumşaq olun. Daxili balans vacibdir. Səbir ən doğru yoldur. Kiçik qərar böyük dəyişikliklər yarada bilər. Keçmiş səhvləri sizi dayandırmasın. Onlar təcrübədir. Axşam sakit mühitdə dincəlmək yaxşıdır. Sabah yeni imkanlar ola bilər. Hazır olun, addım atın və irəli gedin. Qız burcu. Bugün sizin üçün gün biraz qarışıq hisslərlə başlaya bilər.
Bəzi işlər düşündüyünüzdən asan, bəziləri isə biraz diqqət tələb edən şəkildə irəliləyə bilər. Əsas olan tələsməmək və hər şeyi mərhələli şəkildə həll etməkdir. İnsanlarla ünsiyyətdə bugün daha diqqətli olmağınız faydalıdır. Dediyiniz sözlər tez qəbul olunur. Buna görə də həm işdə, həm də şəxsi həyatda ifadələrinize fikir verin. Eyni zamanda düzgün danışıq sizə gözlənilməz dəstək də gətirə bilər. İş mühitində kiçik dəyişikliklər və yeni tapşırıqlar ortaya çıxa bilər. İlk baxışda çətin görünən işlər əslində sizin bacarığınızı göstərmək üçün yaxşı fürsətdir. Səbirli olsanız nəticə sizi qane edəcək. Maddi mövzuda böyük dalğalanmalar olmasa da xırda-xarcılarla diqqət etməyiniz məsləhətdir. Kiçik qənaətlər gələcəkdə sizə rahatlıq verəcək. Şəxsi həyatda isə daha çox anlayış və yaxınlıq ehtiyacı hiss edə bilərsiniz. Sevdiyiniz insanla səmimi söhbətlər münasibəti gücləndirəcək. Duyğularınızı açıq ifadə etmək bugün sizə müsbət təsir edəcək. Sağlamlıq baxımından özünüzü yormamağa çalışın. Yüngül istirahət, sakit mühit və özünüzə ayırdığınız zaman enerjinizi bərpa edəcək. Günün sonunda isə özünüzü daha aydın və yüngül hiss edəcəksiniz. Bugünkü təcrübələr sizə həm işdə, həm də şəxsi həyatda daha düzgün qərarlar vermək üçün kömək edəcək. Terazi burcu. Bugün sizin üçün gün sakit və biraz da rahat keçə bilər. Özünüzü dincəlməyə, həyatdan zövq almağa ehtiyaclı hiss edə bilərsiniz. Keçmişdə etdiyiniz bəzi işlərin, xüsusilə maddi mövzulara bağlı qərarlarınız bugün sizə kiçik də olsa qazanc gətirməsi ehtimalı var. Bu sizə doğru yolda olduğunuzu hiss etdirəcək. Sizə çətin vaxtlarda kömək edən insanları unutmayın. Onlara göstərdiyiniz kiçik bir təşəkkür belə böyük sevinç yarada bilər. Bir telefon zəngi, bir isti söz və ya sadə diqqət münasibətləri daha da gücləndirəcək. Bugün anlayacaqsınız ki, minnətdarlıq həyatın dəyərini artırır. Şəxsi həyatda isti və xoş anlar yaşana bilər. Sevdiyiniz insanla keçirdiyiniz vaxt sizə gözləmədiyiniz rahatlıq verəcək. Özünüzü daha yaxşı anlamağa ehtiyac hiss edə bilərsiniz. Əgər içinizdə biraz qarışıq hisslər hiss etsəniz, tək qalmaq sizə fayda verəcək. Bugün özünüzü dinləmək və düşünmək üçün yaxşı gündür. İş həyatında isə böyük görünməsə də vacib dəyişikliklər baş verir. Səbirli olsanız nəticə sizin xeyrinizə olacaq. Planlı hərəkət etmək daha yaxşı nəticə verəcək. Sağlamlıq üçün özünüzü yormayın. Yüngül hərəkət, su içmək və sakitlik sizə yaxşı təsir edəcək. Axşam isə yaxınlarınızla xoş və rahat anlar keçirmək gününüzü daha gözəl edəcək. Akrep burcu. Bugün sizin üçün gün biraz dəyişkən hisslərlə başlaya bilər. Bəzən özünüzü güclü və enerjili hiss edərsiniz. Bəzənizdə qəfil yorğunluq gəlir. Buna qarşı mübarizə aparmayın, sadəcə qəbul edin. Bugün sizin ritminizdir. Özünüzə daha çox diqqət göstərmək vacibdir. Özünüzü məcbur etmək əvəzinə istirahət etmək sizə daha çox fayda verəcək. Yüngül hərəkət və sakit mühit sizi rahatladacaq. İşdə isə harmonik bir atmosfer var. Komanda işi yaxşı gedir və insanlar sizi daha asan anlayır. Kiçik ideyalarınız belə böyük nəticə verə bilər. Səbirli olsanız, işlər sizin xeyrinizə inkişaf edəcək. Maddi mövzuda biraz yavaşlama ola bilər. Pul gəlir, amma planlarınızı sürətlə həyata keçirtməyə imkan verməyə bilər. Bu sizi dayandırmır, sadəcə səbir tələb edir. Şəxsi həyatda istanlar var. Sevdiyiniz insanla münasibət daha səmimi olacaq. Kiçik sözlər belə böyük mənalar daşıya bilər. Ailə mühitində də dəstək hiss olunacaq. Bazı gözlənilməz hadisələr olsa da onlar tez keçəcək. Siz vəziyyətləri idarə etməkdə bacarıqlısınız. Günün sonunda sakitlik və daxili aydınlıq hiss edəcəksiniz. Özünüzə qarşı yumşaq olmaq sizə güc verəcək. Oxatan burcu. Son zamanlar üzərinizdə yığılmış gərginlik və narahatlıq yavaş-yavaş arxada qalır. Uzun müddət eyni problemlərin içində qalmışsınız və indi dəyişiklik etmək üçün daxilinizdə güc yaranır. Bugün kiçik qərarlar böyük nəticələr verə bilər. Maddi tərəfdə biraz sıxıntı hiss oluna bilər.
Buna görə lazımsız xərclərdən uzaq durmaq yaxşıdır. Bəzi insanlar sizi düzgün anlamaya bilər və bu sizi əsəbləşdirə bilər. Amma hər şeyə cavab vermək məcburi deyil. Sakit qalmaq və uzaqdan baxmaq daha faydalı olacaq. Gözlənilməz bir görüş və ya söhbət sizə yeni fikirlər verə bilər. Ailə daxilində kiçik mübahisələr ola bilər, amma uzun çəkməyəcək. Yaxınlarınızla danışanda daha yumşaq olun. Boş vaxtda sakitlik tapmaq, telefon və səs-küydən uzaqlaşmaq sizə yaxşı təsir edər. Kitab oxumaq və ya sakit musiqi dinləmək əhvalınızı yaxşılaşdıracaq. Ən vacibi özünüzə təzyiq etməyin. Hər şey yavaş-yavaş yerinə oturacaq. Bugün ətrafınızdakı insanlarla ünsiyyətdə diqqətli olun, çünki hər söz düzgün anlaşılmaya bilər. Səbirli davranmaq sizə böyük üstünlük qazandıracaq. Bəzi imkanlar gözlənilmədən qarşınıza çıxa bilər, amma onları vaxtında görmək vacibdir. İç səsinizə güvənin, çünki daxili hissləriniz bugün daha güclü işləyir. Kiçik fürsətlər böyük dəyişikliklərə səbəb ola bilər. Özünüzü çox yormayın, istirahətdə vaxt ayırın. Daxili balansı qorumaq bu günün əsas açarıdır. Bugün kiçik addımlar gələcəkdə böyük nəticələrə çevrilə bilər. Hər şeyi bir anda həll etməyə çalışmayın. Prosesə vaxt verin. İnsanlarla münasibətdə sakit və anlayışlı olun. Öz gücünüzü düzgün idarə etsəniz, gün sizə daha asan keçəcək. Oğlaq burcu. Bugün həyatınızda kiçik, amma hiss olunan dəyişikliklər başlayır. Hər şey bir anda olmur, amma istiqamət aydın şəkildə görünür. Özünüzə çox təzyiq etməyin. Bədəniniz və əhvalınız sizə açıq siqnallar verir. Sadə gəzinti, təmiz hava və yüngül hərəkətlər sizə düşündüyünüzdən daha çox fayda verə bilər. Hər şeyi mükəmməl etməyə çalışmayın. Sadəlik bugün sizə daha yaxşı nəticə gətirəcək. Gündəlik vərdişlərdə sakit və balanslı olun. Emosional tərəfdə biraz qarışıqlıq ola bilər, amma bu sizi qorxutmamalıdır. Bəzi hadisələr sizə kimlərin və nələrin həqiqətən vacib olduğunu göstərəcək. İnsanlarla münasibətdə sərt davranmayın. Hər sözü ürəyinizə yaxın almayın. Bəzən susmaq ən düzgün cavab olur. Gözlənilməz bir görüş və ya söhbət sizə yeni fikirlər aça bilər. Romantik hisslər güclü ola bilər, amma hər şey planlı getməyə bilər. Bu da özlüyündə maraqlı təcrübə yaradır. İş və maliyyə sahəsində kiçik imkanlar yaranır, amma onları görmək üçün diqqətli olmaq lazımdır. Səbir bugün ən güclü tərəfinizdir. Ailə və yaxın dostlarla vaxt keçirmək sizə enerji verəcək. Özünüzə inanın və tələsmədən qərar verin. Hər şey düşündüyünüzdən daha yaxşı istiqamətdə inkişaf edə bilər. Dolça burcu. Bugün sizdən əsas tələb daha optimist olmaqdır. Bu sizə həm inam, həm də çeviklik qazandıracaq. Lakin qorxu, qəzəb, həsəd və qisas kimi mənfi hissləri uzaqlaşdırmaq vacibdir. Özünüzü emosional gərginliyə salmayın. Maddi sahədə diqqətli olun. Xüsusilə əyləncə və ya zahiri dəyişikliklər üçün lazımsız xərclər sonradan peşmanlıq yarada bilər. Ailə daxilində xüsusilə yaxın insanla kiçik mübahisələr mümkündür. Amma bu vəziyyətləri böyütməmək sizin əlinizdədir. Sakit qalmaq ən düzgün seçimdir. Bəzi kənar təsirlər sizinlə partnyorunuz arasında anlaşılmazlıq yaratmağa çalışa bilər. Lakin siz buna açacaqsınız. Əsas olan güvəni qorumaqdır. Şəxsi həyatda bəzi planları gözlənildiyi kimi getməyə bilər. Görüş və ya razılaşmalarda gecikmələr ola bilər. Amma bu son deyil, sadəcə istiqamətin dəyişməsidir. İş və yaradıcılıq sahəsində isə uğur var. Sizin ideyalarınız diqqət çəkə bilər və gözlənilməz dəyər qazana bilərsiniz. Kiçik təriflər və ya mükafatlar mümkündür. Özünüzü gizlətməyin. Boş vaxtınızı boş keçirməyin. Təbiətdə gəzinti və ya sakit fəaliyyətlər sizə yaxşı təsir edəcək. Ən önəmlisi isə dəyişdirə bildiyiniz şeyləri qəbul etməyi öyrənməkdir. Bugün bu yanaşma sizə rahatlıq gətirəcək. Balıq burcu. Bugün daxili dünyanız daha həssas və açıqdır. İnsanlarla ünsiyyətdə hisslər ön plana çıxır və sadə söhbətlər belə dərin məna qazana bilər. İçinizdə uzun müddətdir saxladığınız duyğuları bölüşmək istəyi arta bilər. Sakit və səmimi görüşlər sizə rahatlıq verəcək.
Tələsmədən danışmaq və düşüncələri düzənləmək vacibdir. İş və planlar sahəsində diqqətiniz güclüdür. Nəyi etməli olduğunuzu tez anlayırsınız, amma hər şeyi eyni anda etmək lazım deyil. Bəzi işlər vaxt tələb edir. Buna görə özünüzü sıxmayın. Prioritləri düzgün seçmək bu gün çox vacibdir. Bədən və ruh arasında güclü bir əlaqə var. Yorğunluq və ya narahatlıq hiss etsəniz, bu sadəcə yavaşlama ehtiyacıdır. Yüngül hərəkət, təmiz hava və sakitlik sizə yaxşı təsir edəcək. Maliyyə mövzusunda kiçik hərəkətlər ola bilər, amma böyük qərarlar üçün tələsməyin. Axşam saatlarında kiçik bir rahatlama və ya qazanc mümkündür. Ailə və iş arasında balansı qorumaq vacibdir. Bugünün əsas mesajı odur ki, sevgi və səmimiyyət bir çox şeyin yerini doldura bilər. Yaxın insanınızın davranışı sizi təəccübləndirə bilər. Kiçik, gözlənilməz hadisələr gününüzə xoş rəng qatacaq. Cəsarətli addımlar müsbət nəticə verə bilər, amma hisslərdə balansı qoruyun. Əzizlər, bugünkü yolunuz sadə görünsə də, içində gizli mənalar var. Hər hiss və hər kiçik hadisə sizi özünüzə bir addımda yaxınlaşdırdı. Unutmayın, bütün cavablar kənarda deyil. Bəziləri içinizdə sakitcə gözləyir. Sabah isə yeni səhifə, yeni işarələr və yeni imkanlar sizi gözləyəcək.